misiniz? Mən Əfsanə. Əgər kanalıma ilk dəfədir gəlirsinizsə, kanalda daha çox tək səyahət, Balidə yaşam və Asiya ölkələrini tək səyahət edən zaman başıma gələn əhvalatları və məsləhətləri paylaşıram sizinlə. Bugünkü mövzumuz çox maraqlıdır, çünki çoxlu sayda suallar gəlir bu mövzu üzrə ki, Əfsanə, bəs Baliyə getmisən, orada yaşam xərcləri necədir, gündəlik nə qədər pul xərcləyirsən, aylıq nə qədər xərcin çıxır, kirayə pulu nə qədərdir, yeməklərin, mağazaların qiymətləri nə qədərdir. Bugün bütün suallarınıza cavab verəcəm. Gəlin başlayaq. Dostlar, başlamadan öncə kanala abunə olmağı, bəyənməyi unutmayaq, çünki həqiqətən bu videoları hazırlamaqda çox əmək sərf edirəm. Buna görə də bu məni motivasiya eləyir ki, daha çox videolar çəkim. Belə, təşəkkürlər. Dostlar, bugünkü videoda mən sizə bir aylıq Balidəki xərclərimi bölüşəcəm ki, tək bir xanım olaraqdan Balidə bir ay müddətində mən nə qədər pul xərcləyirdim. Bura daxildir evlərin kirayəsi, orada restoranlarda yediyim yeməklər, xərclərim, mağaza alış-verişi və digər aktivitelərə nə qədər pul xərclədiyim, hamısının qiymətlərini sizinlə bölüşəcəm ki, siz də baxın ki, sizin büdcəniz nə qədərini nəyə sərf etmək istəyirsiniz. Gəlin başlayaq. İlk öncə dostlar, ən önəmli məsələ kirayə və evlərdir. Balidə mən öz təcrübəmdən danışacağam ki, mənim ev kirayəm bir aylıq nə qədərə başa gəlirdi. Dostlar, mən daha çox guest house-larda və qonaqlama evlərində qalırdım. Guest house nədir? Guest house bayaniz ailələri öz evlərində bir otağı sizə kiraya verirlər. Bu otaqda nələr olur? Bu otaq studiya evlərə bənzəyir. Bir dənə otağın içində yataq olur, çalışma masası olur və hamam tualet olur. Yəni hamam tualet ayrıca bir otaq olur və bir otağı sizə də kiraya verirlər. Bəzən isə bəzi hallarda sizin kiçik mətbəxiniz də olur, amma bunların qiyməti fərqli olur. Mən öz təcrübəmdən danışacağam ki, mənim evim necə idi. Mənim evim cəmi bir otaqdan ibarət idi, bir dənə də hamam tualetim var idi. Digər əraziləri bölüşürdük. Məsələn, mən ən son qaldığım yerdə bura daha çox villa tərzi idi. 4-5 dənə otaq var idi və burada böyük bir mətbəx var idi, bir dənə hovuz var idi. Biz mətbəxlə hovuzu, o həyəti digər insanlarla, eləcə də həmən evin sahibi ilə bölüşürdük. Yəni ki, bəzən olurdu 5 otağın hamısı dolu olurdu, bəzən olurdu ki, mən tək olurdum. O zamanlar daha rahat olurdu mənə. Bəzən isə 2-3 nəfər olurdu və beləliklə sırayla yeməklərimizi bişirirdik mətbəxdə, ortaq ərazini bir yerdə istifadə edirdik. Bu cür halların müsbət və mənfi tərəfləri var. Müsbət tərəfləri odur ki, siz daha çox büdcəyə qənaət edirsiniz, yeni insanlarla tanış olursunuz, bir yerdə adət-ənənələrinizi bölüşə bilirsiniz, yeməkləri hazırlayıb bir yerdə yeyə bilərsiniz, bölüşə bilərsiniz bir-birinizlə və yeni bir-birinizdən maraqlı təcrübələr öyrənə bilərsiniz. Bu çox maraqlıdır. Digər mövzu tərəfi odur ki, sizin belə özəl alanınız yoxdur da, məsələn, siz gözləməlisiniz ki, mətbəx doludusa, oradakı insan işini bitirsin və yaxud da siz gedirsiniz, onunla bir yerdə hazırlayırsınız yeməyi və bəzən oradakı avadanlıqları onlar istifadə edə bilərlər, siz onları yumalısınız, təzədən istifadə etməlisiniz və s. kimi hallar olur. Amma mənim heç bir problemim yox idi bu məsələ ilə bağlı, çünki mənim qaldığım yerdə insanlar həqiqətən çox mədəni idilər və bir-birimizə hörmət edirdik bu baxımdan və təmizliyə də riayət edirdik. Mənim bu bir aylıq buradakı xərcim həmən bu guest house-da yüksək sezonda 700 manatla 800 manat arasında. Digər aşağı sezonlarda isə 600 manat ödəmişdim. Ev sahibi ilə dost olduqdan sonra 500 manat ödəmişdim. 800 manat ödədiyim sezonda mənim otağımın bir ayrıcalığı var idi ki, kondisioner var idi. Kondisionerdən istifadə edə bilirdim. Bu arada mən 800 manat ödədimsə, 750 manat. 750 manat ödəmişdim, tam xatırladım indi. 750 manatın içərisinə daxil bütün kommunal xərcləri, su, işıq, kondisionerin pulu, yəni ayrıca içinə daha pul ödəmirdim. 750 manat ödədim, bir aylıq mən orada yaşayırdım və hətta həftədə 2 dəfə otağımı dərindən təmizləyirdilər.
Bu cür xidmətlər daxildir və ona görə məsələn Bakıya qayıdanda bir qədər tənbəlləşmişəm, çünki hər şeyi orada edirdilər, əlavə xərcim çıxmırdı. Bir dəfə ödəyirdim, hamısı içərisinə daxil olurdu. Belə, dediyim kimi daha sonra isə əgər o evdə uzun müddətli qalacaqsınızsa, ev sahibi ilə danışıb endirim də etdirə bilərsiniz. Yəni məsələn 750 manat verdiyim evə daha çox sonra 500 manat verdim. Yəni eyni otaq idi, eyni şəraitlər idi. Sadəcə həftədə bir dəfə təmizlik edirdilər. Bu isə mənim üçün tamamilə yetərli idi. Əgər siz daha büdcəli evlər tapmaq istəyirsinizsə, o Balidə tapa bilərsiniz. Aylığı 500 manata, 400 manata, hətta mən 250 manata da aylıq kirayəsi olan bir evdə qalmışam. Amma onun sadəcə bir otağı var idi, hamam tualeti var idi. Başqa heç bir belə mətbəxi yox idi. Mən çöldə yeməli olurdum və o ev niyə bu qədər ucuza gəlmişdi? Çünki ev təmirdən təzə çıxmışdı və yan tərəfdə də təmir işlər getdiyi üçün çox endirimli qiymətə vermişdilər. Amma ki, hamam tualeti açıq havada, təbiəti izləyə-izləyə əsl o Bali videolarında gördüyünüz ev tərzindədir və mən cəmi 250 manata qalmışdım. Yəni dostlar, bu kimi şanslar da olur. Baxır ki, siz axtararsınız, yaxşı şəkildə araşdırma edəsiniz. Bundan başqa isə evlər var ki, villalar. Villalar isə tamamilə sizə aid olur. İçərisində bir otağı olur, hamam tualeti olur, mətbəxi olur. Bəzən 2 otaqlı, 3 otaqlı, 4 otaqlı villalar olur. Bunların qiyməti isə aylıq kirayəsi 1000 manatdan başlayır və arta gedir. 1000, 1500, 2000, 2500, 3000, 3500 baxır ki, otaqların sayına və şəraitinə. Amma 1000 manatdan başlayaraqdan villalar da təkcə siz yaşayırsınız, yəni heç kimlə bölüşmürsünüz. Amma belə bir məsələ də var. İstəsəz əgər 2-3 otaqlı villalarda kirayə götürüb başqa insanlarla otaqları paylaşa bilərsiniz ki, büdcədən qənaət eləmiş olasınız. Belə dostlar, bu aylıq kirayəm idi mənim. Mən aylıq kirayəmə 500 ilə 750 manat arası ödəyirdim və paylaşımlı guest house-larda və yaxud da homestaylərdə qalırdım. İkincisi, yemək, içmək, qiymətlər necədir, mağaza xərcləri nə qədərdir? Dostlar, belə bir məsələ var ki, Balidə çox adam deyir ki, evdə yemək bişirməklə gedib çöldə, restoranda yemək yemək təqribən eyni qiymətə gəlir çıxır. Amma mən bundan razılaşmıram. Nəyə görə razılaşmıram? Mən hər ikisini yoxlamışam. Mən Baliyə təzə gedəndə mən çox işləyirdim. Səhərdən axşama işlədiyim üçün yemək bişirməyə vaxtım qalmırdı. Ona görə çöldə yemək mənə daha vaxta qənaət edirdim. Və hər gün mən çöldə yemək, bəzən 2 dəfə, bəzən 3 dəfə yeyirdim. Mənim gündəlik xərclərim çıxırdı 10 manatla 30 manat arasında. Bu baxır ki, mən harda yemək yeyirəm. Əgər mən yerli varunqlarda, barda varunq, yerli baliniz yeməklərinin olduğu, gedirsiniz istədiyiniz qədər hansı yeməkdən istəyirsinizsə seçirsiniz, bir qab düzəldirsiniz və ona uyğun pulunu ödəyirsiniz. Bunun da qiyməti 5-8 manat arasında dəyişir. Və əgər belə yerlərdə yeyirdimsə, gündəlik xərcim 15-20 manat civarında çıxırdı. Əgər 2 dəfə yeyirdimsə daha ucuza gəlirdi. Amma bahalı restoranlarda, daha belə qərb üsulu restoranlarda yeyirdimsə, orada təbii ki 15-30 manat arası mənim xərcim çıxırdı. Amma bu da mənim üçün normal idi. Çünki mən gedib o restoranda səhərdən axşam otururdum. Həm işləyirdim, həm yeməyimi yeyirdim, həm suyumu içirdim, həm çayımı içirdim. Elə ki bir ofis icarəyə götürmüş kimi olurdum. Və mənim daha çox fokusum, produktivliyim artırdı bu kimi yerlərdə. Amma sonra mən gələcək aylarda artıq Balidə çöldə yemək mənə sağlam gəlmədiyi üçün evdə öz yeməyimi hazırlamağa başladım. Hələ ki böyük mətbəxim olandan sonra bu mətbəxdə dediyim kimi bölüşürdüm digər insanlarla. İndi mən sizə deyəcəm ki, çöldə yedikdə aylıq xərcim nə qədər olurdu, evdə bişirdikdə xərcim nə qədər olurdu. Dostlar, əgər hər gün çöldə yeyirsinizsə və 10 manatla 30 manat arasında xərciniz çıxırsa, aylıq 300 manatla 1000 manat arası sizin xərciniz çıxır. 300 manat da az gələr, 500 manatla 1000 manat arası sizin xərciniz çıxar çöldə, restoranda yemək. Əgər bu yeməyi evdə hazırlayırsınızsa, shopping etsəz aylıq
Yenə 200 manat, 300 manata shopping edə bilərsiniz və sağlam şəkildə evdə yeməklərinizi hazırlaya bilərsiniz. Bu etdiyiniz shopping isə sizə belə yox, belə bəs eləyər. Çünki mən məsələn gedirdim daha çox yerli bazarlardan, meyvə tərəvəzlərimi alırdım. Mağazadan isə bazarda tapmayacağım məhsullar, daha çox qablaşdırılmış məhsulları, pendir, süd kimi məhsullar isə yumurta mağazadan alırdım. Amma digər bütün meyvə, tərəvəz, çay, kofe, bunlar hamısını Baliniz marketlərindən, bazarlarından tapmaq mümkündür. Mən gedirdim 20 manat falan verirdim, bir kulyok böyük bütün meyvə tərəvəzimi alırdım. Bu mənə bir həftə bəs eləyirdi. Bəzən isə hətta daha çox. Bir də Balidə bir məsələ var. Evdəki xadiniklər bir qədər hava çöldə isti olduğu üçün dərəcəsini çox qoyurlar. Sizin məhsullarınız donur. Ona görə də çox məhsul almağı bir dəfəyə məsləhət görmərəm. Bir həftəlik alın, hətta bir günlük alın, bişirin, təzədən yeni alın. Bu daha sizə rahat olacaq. Düzdür, tez-tez mağazaya gedib gəlmə olacaqsınız, amma məhsullarınız xarab olmayacaq. Deməli, bir aylıq market xərcləri 200-300 manatım çıxırdı. Restoranda isə çöldə yedikdə 500-900 manat arası mənim pulum çıxırdı. Bu isə dediyim kimi baxır, siz aşağı büdcəli yerdə mi yeyirsiniz, yoxsa yuxarı büdcəli yerdə mi yeyirsiniz? Dostlar, daha sonra isə gələk digər aktivitelərə, xərclərə. Balidə sizin hansı xərcləriniz çıxa bilər? Burada nəqliyyat, dostlar, əgər siz nəqliyyat hər yerə taksi ilə gedəcəksinizsə, taksi qiymətləri Balidə 1, 2, 3 dollar arası dəyişir. Baxır ki, siz motosiklet, yəni motorbike, yoxsa maşın taksilərindən istifadə edəsiniz. Maşın taksilərin qiyməti daha bahadır. Motorbikeların isə qiymətləri daha ucuzdur. Məsələn, deyim ki, 10-15 dəqiqəlik yolu 1 dollara falan gedə bilərsiniz. 1 saatlıq yolu hardasa 6-7 dollara gedə bilərsiniz. Bu isə aylıq siz baxır ki, nə qədər evdə vaxt keçirirsiniz, nə qədər çöldə vaxt keçirirsiniz. Hardasa hesablasaq, aylıq hesablasaq ki, siz taksidən istifadə edəcəksiniz, ancaq çoxlu çölə gedəsiniz, gələcəksiniz. Bir 100 dollar, 200 dollar arası düşünə bilərsiniz. Daha az, hətta 100 dollar. Əgər uzaq məsafələrə getməyəcəksinizsə, yaxın məsafələrə gedəcəksinizsə, siz hesablaya bilərsiniz ki, sizin 100 dollar aylıq bir taksi xidmətindən istifadəniz olacaq. Söhbət motorbikelardan gedir, çünki mən motorbikelardan istifadə edirdim. Amma istəmirsinizsə taksilər, deyirsiniz ki, mən öz maşınımı, öz motorbike'ımı sürəcəm. Bunu da kirayə eləyə bilirsiniz oradan. İstəyir maşın, istəyirsə motorbike kirayə eləyib. Aylıq qiymət hardasa 100 manat civarında bir aylıq siz onu kirayə eləyə bilərsiniz. Əgər orada dost tanışınız varsa, daha uyğun qiymətə gətirə bilərsiniz. Bu arada, əgər oraya getsəniz, mənim orada tanışım var. Hansı ki, mənim skuter müəllimim idi. O belə kirayə verirdi. Yaxşı şəraitdə motorbike'ların qiymətləri də uyğun olurdu. Sənədlər də içində olurdu. Balidə isə benzin qiymətləri çox ucuzdur. Gedib 1-2 manat verib belə full bak doldura bilirdiniz. Balidə daha çox benzin, təbii ki, mərkəzlər də var doldurmaq üçün, amma yolun kənarlarında butulkanın içində daha çox yerlilər satırlar. Onlar isə daha uyğun qiymətə gəlir. Dediyim kimi 1-2 manata sizi bir neçə gün götürəcək, benzin doldura bilirsiniz. Dostlar, bu isə skuter nəqliyyat xərcləri idi. Yəni ki, aylıq 100-200 manat arası düşünün ki, sizin buna xərciniz çıxacaq. Baxır ki, siz taksidənmi, yoxsa öz maşınınızı, motorbike'ınızı kirayə mi götürürsünüz? Daha sonra isə aktivitelər, dostlar. Mənim getdiyim aktivitelər Balidə daha çox yoga meditasiya dərsləri idi, spiritual praktikalar idi, məbədlər, şəlalələr, bu kimi yerlərə gedirdim. Balidə, məsələn, biçlər tamamilə ödənişsizdir girişləri. Sadəcə orada gedib şezlong götürəcəksinizsə 5-10 manat arası bir pul verirsiniz. 5 manat. Yerli qiymətlə 5 manatdır. Turistik yerlər bir qədər baha ola bilər. Gedirsiniz, hər şeydən limitsiz istifadə edə bilirsiniz. Bəzi yerlərdə isə gedirsiniz, sadəcə içkinizin falan pulunu ödəyirsiniz. Hər şey ödənişsiz olur giriş. Amma ümumi xalqa açıq hər yerdə siz gedib günəşlənə uzana bilərsiniz. Heç bir girişə pul ödəmirsiniz. Digər aktivitelər, yoga dərsləri. Mən
yoga dərslərinə bir dərsin qiymətinə ən yaxşı studiyada 16 manat verirdim. Aylıq 300 manatlıq bir paket götürdüm. Bu limitsiz paket olurdu. Ay ərzində nə qədər istəyirdim dərsə gedə bilirdim. Yeni dərslərə qoşulurdum. Fərqli müəllimlərin dərslərini yoxlayırdım. Bu isə mənə çox əlverişli idi. Daha sonra isə məbədlərin girişi çox uyğun qiymətli olur. 1-2 manat olur adətən məbədlərin, şəlalələrin girişləri. Daha sonra siz digər turistik aktivitelər yoxlamaq istəyirsinizsə, onların qiyməti də 10, 20, 30, 40, 50 manat arasında dəyişir. Baxır ki, siz hansı aktivitəni yoxlamaq istəyirsiniz. Amma dediyim kimi, aktivitelərə mənim çox pulum çıxmırdı, çünki mən daha çox yoga dərslərinə gedirdim. Onun üçün də belə limitsiz bir 300 manatlıq paket alırdım. Həftənin hər günü oradaydım. Belə dostlar, bu mənim bir aylıq xərclərim idi Balidə. Deməli, mən kirayəyə xərclədim 750 manat, mağazadakı alış-verişimə xərclədim 200 manat, əgər restoranda yeyəcəmsə xərcləyirdim 500 manat, əgər aktivitelərdən istifadə edirdimsə, aylıq 300-500 manat arası bir pulum çıxırdı. Ümumi hesabladıqda isə rəqəmi burada görə bilərsiniz. Təbii ki, bu xərclər aylıq dəyişə bilər, sizin orada getmək istədiyiniz aktivitelərə görə dəyişə bilər, yediyiniz restoranların dediyim kimi büdcəsindən uyğun olaraq dəyişə bilər. Yeməyi evdə, əgər siz tamamilə vegetarian qidalanırsınızsa, təbii ki, məhsullar daha uyğun qiymətə gəlir. Mən daha çox vegetarian qidalanırdım, ət məhsulları az yeyirdim. Evdə bişirdiyim zaman həftə bir dəfə olar-olmaz mən ət məhsulu, o da daha çox toyuq və bacon olurdu. Amma daha çox vegetarian qidalanırdım, sağlam qidalanırdım. Və Balidə isə sağlam qidaların qiyməti çox münasibdir. Yəni, Azərbaycandakı kimi onu luxury premium altında satıb baha qiymətə satmırdılar. Gedirdim, avokadomu alırdım, sağlam məhsullarımı alırdım, bitkilərimi alırdım, onlardan yeməklər hazırlayırdım və qiymətləri çox uyğun idi. Bir də Balidə ən sevdiyim mağazalardan biri Bali Budadır. Bali Budadan gedirdim, mən tamamilə orqanik məhsullar alırdım. Qiyməti bir qədər baha olurdu, amma tam əmin idim ki, orada məsələn şirniyyat ürəyim çəkirdisə, gedirdim orada sağlam şəkildə hazırlanmış şirniyyat alırdım, çaylar alırdım. Daha çox belə istədiyim qramlarla çayları çəkdirib ala bilirdim və beləliklə Bali Budada da belə aylıq bir 50 manata bütün ehtiyacım olan məhsulları ala bilirdim. Bu qədər dostlar, ümid edirəm ki, sizin bütün suallarınıza cavab tapdınız. Bundan əvvəlki videoda mən danışmışdım ki, Baliyə getmədən öncə bilməli olduqlarınız. Əgər o videonu izləməmisinizsə, buradan linkdən keçib izləyə bilərsiniz. Çünki həqiqətən orada çox sizə lazım olan məlumatlar vermişəm ki, Balidən getməzdən əvvəl bilməli olduğunuz bütün məlumatlar siz orada bələdçi olacaq. Bu videoda isə biz danışdıq mənim bir aylıq Balidə olan xərclərim. Təbii ki, sizin xərcləriniz bundan daha az və daha çox ola bilər. Baxır ki, siz orada vaxtınızı necə dəyərləndirəcəksiniz, necə yerlərdə qalıb, necə yerlərdə yemək yeyəcəksiniz. Bu qədər dostlar, sona qədər izlədiyiniz üçün təşəkkür edirəm. Getmədən öncə kanalıma abunə olmağı, bu video sizə faydalı oldusa bəyənməyi unutmayaq. Dəstəklərinizi görmək məni çox sevindirir. Təşəkkür edirəm. Hər şənbə səhər saat 10:00-da yeni video ilə qarşınızda oluram. Abunə olaraqdan da yeni videolardan xəbərdar ola bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Özünüzə yaxşı baxın. Növbəti vloqlarda görüşənə qədər növbəti vloqlarda çox maraqlı mövzular haqqında danışacağam ki, mən tək səyahətə necə başladım, nələr öyrəndim, siz necə tək səyahətə başlaya bilərsiniz. Belə, görüşərik.